Bonjour tout le monde. Hamıya salamlar. Əziz 9-cu sinif şagirdləri, bugünkü dərsimizdə sizlərə düzgün esse qaydaları haqqında danışacağam. Odur ki, videonun linkini öz sinif yoldaşlarınızla bölüşməyi unutmayın. Demək, bu ildən etibarən xarici dil fənnində 26-cı sualda, buraxılış imtahanında 9-cu sinif şagirdləri esse, yəni balaca bir hekayə yazacaqlar. Bu esse necə olmalıdır? Hansı meyarlar əsasında yazılmalıdır? İlk öncə həmin o meyarlarla tanış oluruq. Mən sizlər üçün 15 punktdan ibarət bir balaca bir məlumat hazırlamışam. Bu qaydalara əsasən siz də essenizi düzgün formada yaza bilərsiniz. Ən sonda isə sizə bir neçə nümunə ilə tanış eləyəcəm. Odur ki, ekrana yaxın əyləşin, diqqətlə dinləyin. Sonda isə videonu öz dostlarınızla, sinif yoldaşlarınızla olduğunuz bütün sosial ortamlarda paylaşmağı və kanala dəstək olmağı, əgər videonu faydalı hesab edirsinizsə, like atıb öz fikrinizi bildirməyi unutmayın. Esse meyarları bunlardır. 1. Esse minimum 35 söz həcmində və hekayə formasında olmalıdır. 2. Esse yaradıcı və sujet xətti olmalıdır. 3. Hekayənin məzmunu 3 ardıcıl şəklə uyğun olmalıdır. 4. Obrazlar olmalı və obrazlara ad verilməlidir. 5. Mövzudan kənara çıxmamalıdır. 6. Hekayə anlaşıqlı dildə, yəni başa düşülən formada yazılmalı və xətt oxunaqlı olmalıdır. Bu çox önəmlidir. 7. Birləşdirici vasitələrdən, yəni söz önülər, bağlayıcılar, zərflərdən istifadə edərək cümlələr qurmalıdır şagird. 8. Fikirlər əlaqəli və ardıcıl şəkildə ifadə edilməli və cümlələr arasında məntiqi rabitə olmalıdır. 9. Şagird müxtəlif qrammatik forma və strukturlardan, yəni həm sadə, həm mürəkkəb cümlələrdən düzgün və yerində istifadə etməlidir. Şagird, yəni ki, bağlayıcılardan istifadə edərək iki sadə cümləni birləşdirib mürəkkəb cümlələr qurmalıdır. 10. Ancaq qısa və ya yarımçıq cümlələrdən istifadə etməməlidir. Yəni qısa, yarımçıq, şablon cümlələr yazmaq olmaz. 11. Leksik təkrarlara çox yer verməməlidir. Yəni həddindən artıq çox təkrar fikirlər, sözlər, ifadələr, cümlələr olmamalıdır. Sinonimlərdən və antonimlərdən düzgün və yerində istifadə etməlidir. 12. Orfoqrafiya qaydalarına əməl etməlidir. 13. Şagird hekayənin daxilində dialoqdan istifadə edə bilər. 14. Gündəlik istifadə olunan söz və söz birləşmələrindən düzgün və yerində istifadə etməlidir. Və 15. Zamanların uzlaşmasına diqqət etməlidir. Əziz şagirdlər, siz də esse yazarkən bu qaydalara əməl etməyə çalışın. Bu zaman siz essedən tam bal əldə edə bilərsiniz. Atansiyon, diqqət. Demək, leksik, qrammatik və orfoqrafik səhvlərin ümumi sayı 2 olduqda, yəni 0, 2 də daxil olmaqla 1 və ya 2 olduqda cərimə balı tətbiq olunmur. Leksik, qrammatik, orfoqrafik səhvlərin sayı 3 və 5 arası olarsa 0,5, səhvlərin sayı 6-dan çox olarsa 1 bal cərimə balı tətbiq olunur. İndi cərimə balı haqqında danışım. Deməli, cərimə balı nədir? Yəni sizin balınızdan çıxılır. Hansı hallarda cərimə balı tətbiq olunur? Onlara baxaq. Mövzudan kənara çıxdıqda və ya mövzuya uyğun olmadıqda, yəni hekayəniz mövzuya uyğun olmazsa, 3 verilən şəkilə uyğun olmazsa, yaxud siz mövzudan kənara çıxmısınızsa, bu zaman cərimə balı tətbiq oluna bilər. 2. Qrammatik, leksik və orfoqrafik səhvlər olduqda və zaman uzlaşması düzgün olmadıqda. 3. Sadə cümlələrdən, yəni ancaq sadə cümlələrdən, yarımçıq cümlələrdən, şablon cümlələrdən istifadə olunarsa. 4. Yersiz təkrarlar olarsa və fikirlər arasında məntiqi əlaqə pozularsa. 5. Durğu işarələrindən düzgün istifadə edilmədikdə cərimə balı tətbiq olunur. Bu nüansa da diqqət edin mütləq. İndi isə əziz şagirdlər, sizləri bir neçə esse nümunəsi ilə tanış etmək istəyirəm. Esse 1. Birinci esse şəklində 3 şəkil görürük. Birinci şəkildə it bir gölməçənin içərisinə düşür, yəni qaçır,
İkincidə gölməçənin içərisinə düşür və çirklənir. Üçüncüdə isə balaca qız iti vannaya qoyur və onu çimizdirir, təmizləyir. İndi biz bunu esse formasında yazırıq. Xatırlatmaq istəyirəm ki, bugünkü dərsdə dediklərimi həm ingilis, həm fransız, həm rus dilindən buraxılış imtahanı verən şagirdlər istifadə edə bilərlər. Yəni bu dərs təkcə fransız dilindən buraxılış imtahanı verən şagirdlər üçün deyil. Yəni bütün hər üç xarici dildən imtahan verən şagirdlərə aiddir. Siz də burada yazılan esseni eyni ilə rus və ya ingilis dilinə tərcümə eləyib istifadə edə bilərsiniz. Çünki xarici dillərdə demək olar ki, esse şəkilləri bir-birinə çox yaxın formada olur. Yəni hər dili keçən şagird bunu istifadə edə bilər. Esseye baxaq. C'est un chien, bu bir ittir. Il s'appelle Max, onun adı Max'tır. Il est petit et mignon, o balaca və şirindir. Il aime jouer, o oynamağı sevir. Un jour, bir gün, il s'ennuie seul à la maison, o evdə tək darıxır. Il ouvre la porte et sort dans la rue, o qapını açır və küçəyə çıxır. Max commence à courir et à s'amuser. Max qaçmağa və əylənməyə başlayır. Tout à coup, birdən, il tombe dans un petit étang. O balaca bir gölməçəyə düşür. Il devient sale. O çirklənir. Puis, sonra, son maître Julie le voit. Onun yiyəsi, yəni sahibi, Julie onu görür. Julie le met dans la baignoire. Julie onu vannaya qoyur. Et lave le chien. Və iti yuyur. Və yaxud burada nettoyer, təmizləmək feilində işlətmək olar. Və sonluğu veririz. Sonluqda yəni bir hekayənin sonunda bir nəticə hissəsi olmalıdır mütləq. Voilà, bax beləcə, yəni budur. Max est propre. Max təmizdir, təmiz olur. Maintenant, il est très content. İndi o çox şaddır. Hekayə yazarkən yəni giriş hissə olmalıdır və sujet xətti, ən sonda isə nəticə hissəsi mütləq şəkildə yazılmalıdır. İndi ikinci bir esse nümunəsinə baxaq. Demək, bu şəkildə iki uşaq məktəbə gedir. Onların qarşısında qoca bir qadın var. Qadın küçədə yeriyir, qışdır və qadın qəfil sürüşür. Onun çantası yerə tökülür. Çantanın içərisindən alma, yəni meyvə və çörək yerə dağılır. Üçüncü şəkildə isə uşaqlar yaşlı qadını qaldırırlar, çantasını toplayırlar. İndi bu şəkil haqqında necə esse qura bilərik? C'est l'hiver, qışdır. Il neige dehors, çöldə qar yağır. Il fait très froid dans la rue. Küçədə çox soyuqdur. Max et Pierre sont dans la rue. Max və Pierre küçədədirlər. Ils vont à l'école. Onlar məktəbə gedirlər. Bax, bu giriş hissəmiz. İndi ardı. Il voit une vieille femme qui marche dans la rue. O küçədə yeriyən bir qadın görür. Onlar bir qadın görürlər. Elle rentre du magasin. O mağazadan qayıdır. La route est glissante. Yol sürüşkəndir. La vieille femme tombe. Yaşlı qadın deməli yıxılır. Son sac tombe par terre. Onun torbası yerə düşür. Le pain et les pommes tombent aussi. Alma və çörəklər də düşür, yəni tökülür. Les enfants voient la femme. Uşaqlar qadını görürlər. Et ils viennent à l'aider. Onlar ona kömək etməyə gəlirlər. Ils ramassent les pommes. Onlar almaları toplayırlar. Puis donnent le sac à la femme. Və sonra qadına, demək, torbanı qadına verirlər. Pierre relève la femme. Pierre qadını qaldırır və la vieille femme remercie les enfants. Yaşlı, yəni qoca qadın uşaqlara təşəkkür edir. Diqqətlə fikir verirsiniz, hər iki essedə zaman anlayışı qeyd olunub, bağlayıcılardan istifadə olunub, söz önülərdən, həm sadə, həm mürəkkəb cümlə var. Essenin ilk öncə giriş hissəsi, sonra sujet xətti var, yaradıcıdır, şəkilə uyğundur və sonluq hissəsi var. İndi isə üçüncü esseyə baxaq. Demək, şəkildə balaca bir qız var. Həmin qız məktub yazır. Növbəti şəkildə qız məktubu poçt qutusuna qoyur. Üçüncü şəkildə isə poçtalyon qıza məktub gətirir. İndi bu şəkilə uyğun necə bir hekayə uydura bilərik. C'est Sophie. Bu Sophie'dir. Elle a 13 ans. Onun 13 yaşı var. Elle habite à Nice. O Nice'də yaşayır. Sophie est en 7e
Sophie 7-ci sinifdə oxuyur. Elle a une amie qui habite à Paris. Onun Parisdə yaşayan bir rəfiqəsi var. Elle s'appelle Julie. Onun adı Julie'dir. Un jour, bir gün, Sophie écrit une lettre à son amie. Sophie rəfiqəsinə məktub yazır. Elle lui raconte de sa nouvelle école. O ona yeni məktəbindən danışır. Puis elle met la lettre dans la boîte aux lettres. Boîte aux lettres məktub qutusu deməkdir. Sonra o məktubu, yəni poçt qutusuna, məktub qutusuna qoyur. Le facteur prend la lettre, poçtalyon məktubu götürür et il l'envoie və o onu göndərir. Dans 2 semaines, 2 həftədən sonra Julie envoie une lettre à Sophie. Julie Sophie'yə məktub göndərir. Le facteur apporte la lettre de la petite fille. Poçtalyon balaca qızı məktubunu gətirir. Sophie dit merci au facteur. Burada son olaraq gətirir və Sophie'yə verir də yazmaq olar. Yəni sonluğu il donne la lettre à Sophie. O məktubu Sophie'yə verir və la fille dit merci au facteur. Qız poçtalyona çox sağ ol deyir və yaxud da Sophie remercie le facteur. Sophie poçtalyona təşəkkür edir. Bu formada da demək olar. Və esseni yazarkən söz sayına diqqət edin. Ola bilər 35 minimum olmalıdır. 40 da ola bilər. İndi əgər sizin zamanınız yetəri qədər qalıbsa 40, 45, yəni maksimum 40-dan yuxarı olmasın. 40 idealdır, yəni. 35 də, yəni bu da yəni düzdür, doğrudur. Və təkrar sözlər bir söz kimi hesablanır. Yəni hər təkrar, məsələn, Sophie-ni burada 3 dəfə yazmışıqsa, onun bir dənəsi götürülür. Belə, bugünkü dərsimizdə mən sizi deməli 3 dənə esse nümunəsi ilə tanış etdim və doğru esse yazmaq qaydaları haqqında danışdım. Ümid edirəm ki, bu dərsdən siz faydalanacaqsınız. Bazar günü buraxılış imtahanında iştirak edən 9-cu sinif, bütün 9-cu sinif şagirdlərinə uğurlar arzulayıram. İmtahana getməzdən öncə bu videoya mütləq baxın, ondan sonra imtahana yola düşün. Uğurlar sizə əziz şagirdlər. Əgər videonu bəyənsəz, onu şərh bölməsində qeyd edin və like edib kanala dəstək olun. Növbəti aylarda videonun davamı, yəni ikinci hissəsi də olacaq. A bientôt, hələlik.